Şərtləndirsə də şəkil çəkin. AOB kör bucağının OC tənbüləni onu bölür 2x üstəgəl 3y və 8x çıx 6y. Bilirik ki, tənbüləndirsə bunlar bir-birinə bərabərdir. Onda 2x üstəgəl 3y bərabərdir 8x çıx 6y şərtini yazırıq. Buradan 9y keçirtdik bərabərdir 6x alırıq. Hər tərəfi 3'ə bölüb 2x bərabər 3y. Natural ədəd dediyinə görə seçəcəyik. Deməli, belə bir asan olmaq üçün cədvəl çəkim sizə çalışmayasınız. X, y. X-a 3, y-ə 2 qoysaq bərabər olur. Artıraq, 2 dəfə artıraq 6, 4, 3 dəfə artıraq 9, 6, 4 dəfə artıraq 12, 8, 5 dəfə artıraq, bundan gedir söhbət, 15, 10, 6 dəfə artıraq 18, 12, 7 dəfə artıraq 21, 14, 8 dəfə 24, 16. Davam elətdirərik yoxlayandan sonra. Sonra vacib bir şey tənbülən demişdi. Deməli, bu ikisi bir yerdə 2x üstəgəl 3y üstəgəl 8x çıx 6y bərabərdir. Kör bucaqdır və buradan da bilirik ki, kör bucaq 180-dan kiçikdir, 90 dərəcədən böyükdür. Sadələşdiririk. Eləyir 10x 10x çıxılsın 3y kiçik 180 şərti. Gəlin yoxlayaq. X-a 3, y-ə 2 qoysaq 30 çıx 6. Kör eləmir. 6 qoysaq 10 vur 6 çıx 12. Kör eləmir. 9 qoysaq 90 çıx 60. Kör 90-dan 180-in arasında deyil, kör deyil. 12 qoysaq 120 çıxılsın 24. 120 çıxılsın 24, 96 eləyir. Elədi. Yanına yazaq 96. Çünki cəmini istəyir. Bu bizə lazım olacaq. 15 qoyuruq. 150 çıxılsın 30. Eləyir 120. Bu da 90, 180 şərtini ödəyir. Buna da götürəcəyik. 18 qoysaq 180 çıxılsın 36. Eləyəcək 144. Bu da bizim şərtimizi ödəyir. 14 qoysaq 140 çıxılsın 42. Bu da eləyəcək 168. Bu da bizim şərtimizi ödəyir. 24 qoysaq 240 çıxılsın 3 vur 14 42. O da eləyəcək yox 3 vur 16 48. Bu da eləyəcək 192. Bu bizim şərtimizi ödəmir. Keçdi. Bunu götürmürük. Götürdüyümüz olacaq yalnız 96, 120, 144 və 168. Toplayırıq, alırıq nəticədə